Hər şeydən öncə, qardaşlar, Allah subhanahu wa ta'aladan, yəni təqvalı olmaq, bir-birimizə tövsiyə eləməliyik. Çünki təqva insanların düşdüyü çətinliklərdən məxrəc, düşdüyü çətinliklərdən çıxış yoldur. Çünki təqva sahibi hər bir məsələdə Allah subhanahu wa ta'alaya yönəlir. Və eyni zamanda, qardaşlar, Allah subhanahu wa ta'alanın neymətlərini xatırıb şükür etməyə lazımdır. Və həqiqətən də hər bir qulun üzərində Allah subhanahu ta'alanın haqqı çoxdur, saysızdır, hesabsızdır. Və hər gün biz dəfələrlə Allah subhanahu ta'alanın neymətlərini qəbul edirik, ancaq dərk eləmirik, görmürük, düşünmürük. Və həqiqətən də Allah subhanahu ta'alanın bizə bu Ramazan ayını yetişdirməsi inşallah böyük bir neymətdir. Və əgər biz öz sıralarımıza baxsaq, görərik ki, keçən il, bizimlə bir yerdə iftar açan, namaz qılan nə qədər qardaşlarımız artıq demək olar ki, bugün bizim cərgələrimizdə yoxdular. Dünyalarını dəyişiblər. Artıq onların əməl dəftəri, bir ay Ramazan fürsəti deyək, artıq onlar üçün bitib. Ona görə Ramazan ayında bolluca dualar eləmək, ibadəti artırmaq, eyni zamanda həm özün üçün, həm ümmətin üçün, həm üzərimizdə olan haqq sahibləri üçün hidayətindən dua eləmək, istiğfarları çoxaltmaq, Ramazanı yalnız ac və susuz qalmaqla yorğan döşədə keçirtmək yox, qeybət məclislərində yox, lağlağı məclislərində yox, güya ki, vaxt aparır, televizorun qabağında keçirtməklərlə yox, yalnız və yalnız Quranla, Quran təlavəti ilə, onun hifzini təkrarlamaqla, onun başa düşməyə, çalışmağa, öyrətməyə, Quran öyrətməyə sərf eləmək. Ondan sonra gecə namazlarında daha hərisli olmaq, cəmaatla bir olmaq. Ümumiyyətlə, insan gərək çalışsın ki, dilini, ondan sonra gözünü, hətta belə fikirlərin, belə haramlardan çəkindirsin. Çünki sələflərdən gələn məşhur sözlərdən bir də budur ki, nəfsi, oruc kimi heç bir şey sındırmır, təslim eləmir. Nəfs çox ağır şeydir. O yalnız ac qalmaqla islaha yönəlir, təslim olur. Çünki o nəfs ki, hansı ki, insanları pis günahlara, pis fikirlərə, pis baxışlara yönəldir, o şeytan onun damarların içində, bədəni içində hərəkət elətdirir. Amma insan oruc qalanda, susuz qalanda, qidasız qalanda damarlar başlayır yığılmağa, insan gücü başlayır zəifləməyə və şeytan öz fəaliyyətini onun üzərində artıq yerinə yetirə bilmir. Və həqiqətən də nəfsin təslim olması, necə salihlərdən biri nəfsi ata bənzədiblər. Deyir, əgər sən onu ram eləsən, sən onu minəcəksən, yox, əgər sən onu ram edə bilməsən, o səni minəcək. Və həqiqətən də, qardaşlar, Ramazan ayı nəfsin hər bir tərəfli, belə deyək də, sınmasına sahib olan bir aydır. Eyni zamanda, həqiqətən də çox ibadətlə bəzədilmiş bir aydır. Digər aylara baxsaq, həm orada ümrə, həm oruc, həm zəkat, həm gecə namazı, bu cür ibadətlər olan ay demək olar ki, bir dənə Ramazan ayıdır. Hətta həccin ayının özü, həcc eləyirsən, amma oruç tutmaya da bilərsən. Kim ki, əgər heyvan zat kəsə bilirsə, tutmur. Amma oruc ayının gözəlliyi, oruc da tutursan, ümrə də eləyirsən, tavaf da eləyirsən, zəkat da verirsən, sədəqə də verirsən, kasıb da yedizdirirsən, xəstə də... sanki bütün əməllər Ramazan ayında bəzədilib. Ramazan o ibadətlərin tənəvvülü ilə, növlərinin çoxluğu ilə bəzədilib. Həqiqətən də biz Ramazanın bir gününü, əgər layiqincə yerinə yetirsək və görərik ki, o adi günlərdə, həcci çıxmaq, istisna olmaq şərti ilə, görək ki, adi günlərdə biz Ramazanda elədiyimiz, Ramazanda olan ab-havanı biz hiss eləyə bilmirik. Acı hələ Ramazan girməmiş artıq hamı özünün imanını hiss eləyir. Niyə görə? Çünki artıq mömin dərk edir ki, qarşıdan hansı ay gəlir? Necə hazırlaşmaq lazımdır?
Artıq işini, gücünü səhmana salır, Qurana vaxt ayırım, ona ayırım. Adi aylarda, adi günlərdə onu insan fikirləşmir. Niyə görə? Çünki həqiqətən də ibadətlərlə çox gözəl bəzədilib. Yəni, çox o qədər növ ibadətlər var ki, yəni insanı hər bir tərəfdən islah eləyir. Həm nəfsini oruç tutmaqla, həm gecə namazlarına durmaqla, həm cəmaatda olmaqla, oruç tutmaqlarla. Nə qədər qardaşlar var ki, işim ağırdır, betonda işləm olur, amma Ramazanı tuturlar. Deməli, tutmaq olar. Ramazandan sonra da tutmaq olar. Nə qədər qardaşlar var ki, alınmır, bacarmıram gecə namazına, amma əlhəmdülillah təravih görsən ki, axır 10 günlərdə 3 saat, 4 saat ibadət eləyir. Yəni, artıq Ramazan ayı o deməkdir ki, insan hər bir tərəfli özünü islah eləməlidir. Həm gecə namazını, həm Quran tilavətini, həm xəstə ziyarətini, həm cənazəsini, digər, bütün ibadətlərlə bəzədilmiş bir ayda, yəni layiqincə fürsətlərdən istifadə eləməlidir ki, yəni o yığdığı iman deyək, yəni o təqva deyək, o Allah subhanətlə yaxınlaşdırmış anlar ki var, o qədər cəm eləməlidir ki, yəni gələn Ramazana qədər yəni buna bəs eləsin. Amma kimsə Ramazanı yorğan döşəkdə, yatmaqla, zöhrü əbi yox, 2-də duraram, meçid vacib deyir ki, onsa əzan eşidilmir ki. Yəni 2-də, 3-də durum, 1-2 saat o yana, 1-2 saat bir yana, biraz da nə bilim, ora baxım, bura baxım, məğribə yarımsa 1-2 səhv oxuyum, yaxşı deyil, Ramazan ayıdır, yəni, heç nə fayda eləyə bilməyəcək. Yəni ona qalan ancaq o, necə İmam Suda istə dualarında elədiyi kimi, deyir, ancaq ona gündəlik əziyyəti qalacaq, açlıq, susuzluq, yəni o, oruc olduğunu hiss eləyə bilməyəcək. Yəni artıq bütün günü yat, Quran oxuma, ibadət eləmə və s. Və həqiqətən də qardaşlar, yəni lazımın qədər artıq ola bilər, sabah da ola bilər, bir gün də ola bilər Ramazan, artıq Ramazan yaxınlaşır. Ona görə yəni layiqincə hazırlaşmalıyıq ki, yəni layiqincə də yerinə yetirək ki, Ramazandan sonra peşmançılıq çəkməyək ki, yox qardaş, mən bu Ramazan heç nə götürə bilmədim. Yəni o insan özü heyfsilənməsi artıq zərəri özünədir. Yəni heç kimi günahlandırmasın. Və bu qısa qardaşlar Ramazan haqqında yəqin ki, qardaşlar da artıq oxuyublar, qulaq asıblar da. Çünki Adil qardaşın da bir neçə gün əvvəl dərsləri var idi, faydalı dərslər. Yəqin qardaşlar qulaq asıb faydalanıblar. İxlasla.com saytı tərəfindən təqdim olundu.